Hər kəs salam dəyərli dostlar. Mən Murad müəllim. Gəlin belə bir sualın izahına baxaq. Deməli yoldaşlar, əgər apostrof s-dən sonra very plus sifət gələrsə, bu yəlik hal deyil. Yəlik hal deyil. A variantını çıxdıq. Zera san sonra gələrsə, bu zeristi. B-də getdi. Today's newspaper cəmlənə bilməz getdi. Belə olmalıydı. Today's. Apostrof S. She usually spends vacation and her aunt. Bunlar demiş ki 100% yəlik haldır. D variantı düzgün cavabdır. Harda his, she's və yaxud da whose və s. görsəz, bu yəlik hal deyil. Belə bir sual idi. Əgər dəstədə qoşulmaq istəyən 051 318 99 21 nömrəsinə yaza bilər. Sağ olun, salamat qalın.